Mən əslində istəyirəm, mənim spalnimdə sağınız elə olsun, amma bilirəm, ev balacadır, sən heç demirəm. İnçə böyük ev alanda orada eləyərik. Baxıram ki, hamamın qadınlara. Ay inşallah çıxsam canından otur. Amin, amin, amin. Allah hamıya nəsib eləsin. Amin, Amma amin. mən yalandan demirəmmiş ki, doğrudan da ölkənin nömrə birisiz. Çox sağ olun. O qədər layiqsən həqiqətən. İnşallah olursa evin təmini qutarana qədər bunu da çatdırıb eləyəcəyik. Bu bilsin. Hə, bazen burada ipucu verdi ki, Aysin nəsə alıb. Amma o başqa, orada hamımız keyif İnşallah, inşallah. Düzdür də çıxıb elan edirsən ki, Azərbaycan bir nömrəli şirkəti biz mənim evimi Bəli. təmir edir. Belə də olmalı deyildi, düzdür? Sən bizdən qabaq onu deyirsən. Mənim dostlarım kimdir? Hamı gəlir adam olun. Vallahi sevin. Mənim ürəyim gəlib ofisinizə. Qadrobum var. Çox qəşəngdir. Dizaynə baxır bu reaksiyalar. Ürəyim getdi. İnarsa əlimi citərliyib, sevincdən. Gözləmirdin nə qaydrof ilə? Yox, mən dedim orada qadrop olmayacaq, Biz bizə sığmayacaq. nələr yerləşdirmişik. O, mən şoka düşdüm ki, Kunan zaten necə acıyla qapılı zaten. Mən studiya fikirləşirdim, elə bildim studiya eləyəcək oranı. Canım abim. Yəni içinə sanız evdə qoymuşuq onlara. Hə, otağıma sanız elinə qoyub. Ayda. Bir şeye çəksən imiş, bir də paylaşın cəmaatı qəribə gələcək ki, yəni sanız ev niyə qəribə gəlir? O kvadratı, o boyda şeyləri sığdırıb içinə də qoyur. Yəni bax deyim, 117 kvadratlıq evə və oranın bölgüsü çox pis idi də. Yəni uzunlamasına da eyni deyil, hə. Amma Tural ora elə bir şey yığıbdı ki, elə bir 4 otaqlı evdir. Çox qəşəng eləmisən. Onu gözləmirdik. Nə vaxt keçirərdin? Bu Orada yaşamaq sənin otağın sanız evdə. Görürəm. Bu koridordur. Və heç bir əslində şeydə fikrini falan da almamışlar. Bir Heç dəfə nə- gəldi. heç nə deyil. Ki evimi dizayn etdim. Dedi ki, Budur, budur, sizə ev güvənirəm, budur, arzu budur. edin. Bir dənə büdcəsində deyir ki, bu qədər pulum var. Hə. Bunu eləyin. Bu çamaşırxanadır. Ölürəm, çamaşırxana da soğuyum. Bu çamaşırxananda ütü otağındır. Qardaş, sən sənətkarsın. Bu Sağ olsun sənə. bu ümumi sanuz evdir. Orada da Girişdəki sanız ev. Dur, qarnım zaten hamısını soğuşdu. Sonra Hamısını sıxışdı. qonaq otağını göstərdim, mətbəx göstərdim, все. Hamısını göstər. Vapşe o uşaq otağını o boyda nətər böyük eləyə bildin? Hə? 9 spalni kravat, 5 hamısı. Görsən, çavat nə deməkdir? Evdə Bax, şərait balaca var şeydə idi. Sənin gözün qorxmuşdu. Turalın Mən dedim, zaten oranın bir otaq çıxacaq oradan. Məndən istədi o. Dedi bir dənə studiya zal elə, bir dənə yataq otağı elə, oradan işinə çıxası deyil. Mən ilk gəldim, dedim tamam, məlumat narahat olma. Gələnə qədər də xəbəri yox idi ki, orada yol var. Bilmirdim. Özdə Turalı bir sənə dedim evmiş. Dedim Tural, mən əslində istəyirəm, mənim spalnimdə sağınız elə olsun, amma bilirəm, ev balacadır, sən heç demirəm. İnçə böyük ev alanda orada eləyərik. Baxıram ki, hamamın qadınlara. Ürəyim getdi Allah. Ay inşallah çıxsam canından otur. Amin, amin, amin. Allah hamıya nəsib eləsin. Amin, Amma amin. mən yalandan demirəmmiş ki, doğrudan da ölkənin nömrə birisiz. Çox sağ olun. O qədər layiqsən həqiqətən. İnşallah olursa evin təmini qutarana qədər bunu da çatdırıb eləyəcəyik. Bu bilsin. Hə, bazen burada ipucu verdi ki, Aysin nəsə alıb. Amma o başqa, orada hamımız keyif İnşallah, inşallah. Düzdür də çıxıb elan edirsən ki, Azərbaycan bir nömrəli şirkəti biz mənim evimi Bəli. təmir edir. Bəli. Belə də olmalı deyildi, düzdür? Sən bizdən qabaq onu deyirsən. Mənim dostlarım kimdir? Hamı gəlir adam olun. Vallahi sevin. Bu koridordur. Və heç bir əslində şeydə fikrini falan da almamışlar. Bir Heç dəfə nə- gəldi. heç nə Ki deyil. evimi dizayn etdim. Dedi ki, Budur, budur, sizə ev güvənirəm, budur, arzu budur. edin. Bir dənə büdcəsində deyir ki, bu qədər pulum var. Hə. Bunu eləyin. Bu çamaşırxanadır. Ölürəm, çamaşırxana da soğuyum. Bu çamaşırxananda ütü otağındır. Qardaş, sən sənətkarsın. Bu Sağ olsun sənə. bu ümumi sanuz evdir. Orada Girişdəki sanız ev. Dur, qarnım zaten hamısını soğuşdu. Sonra Hamısını sıxışdı. qonaq otağını göstərdim, mətbəx göstərdim, все. Hamısını göstər. Vapşe o uşaq otağını o boyda nətər böyük eləyə bildin? Hə? 9 spalni kravat, 5 hamısı. Görsən, çavat nə deməkdir? Evdə Bax, şərait balaca var şeydə idi. Sənin gözün qorxmuşdu. Turalın Mən dedim, zaten oranın bir otaq çıxacaq oradan. Məndən istədi o. Dedi bir dənə studiya zal elə, bir dənə yataq otağı elə, oradan işinə çıxası deyil. Mən ilk gəldim, dedim tamam, məlumat narahat olma. Gələnə qədər də xəbəri yox idi ki, orada yol var. Bilmirdim.
Bilmirdim. Özdə Tural bir sənə dedim Emiş. Dedim canım. Tural, mən əslində istəyirəm mənim spalimdə sanuz elə olsun. Amma bilmirəm ev balacadır, sən işləmirəm. İnçə böyük ev alanda orada eləyərik. Baxıram ki, hamamın qadınlara. Ay inşallah çıxsar candan otur. Amin, amin, amin. Allah hamıya nəsib eləsin. Amin, Amma amin. mən yalandan demirəmmiş ki, doğrudan da ölkənin nömrə biri sizsiniz. Çox sağ olun. O qədər layiqsən həqiqətən. İnşallah də. yolun evin təmiri qutarana qədər bunu da çatdırıb eləyəcəyik. Bu bizə. Hə, bazen burada ipucu verdi ki, Aysin nəsə alıb. Amma o başqa, orada hamımıza erkek. İnşallah, inşallah. Tündürdə çıxıb elan edirsən ki, Azuzan bir nömrəli şirkəti biz mənim evimi Bəli. təmir edir. Bəli. Belə də olmalı deyildi, düzdür? Sən bizdən qabaq onu deyirsən. Mənim dostlarım kimdir? Hamı geri adam olun. Ay, bu sevin. Gəldim Babəkin yanına. Bugün klip çəkilişimiz var. Klipimizi Baxsi Baba çəkəcək. Mahnımız Kazımcana aiddir. Saçım, makyajım, obrazlarım, Babək. İnşallah ki, yaxşı olacaq. Effektsiz çəkirəm makyajımı. Gözəlliyə baxın. Bu arada mənim kipriklərimdə laminasiya var. O bilirsiniz də çox qatınaq olur və onu bütün kiprik yapışdırmaq biraz çətin olur. Ümumiyyətlə mənim üçün ölkədə 4-5 dənə işini sevdiyim vizajist var. Onlardan biri də Babəkdir. Babəkdir, Nərmindir, Elnurdur. Bu üçünün işinə aşiqəm və vizaja gedirəmsə ancaq onlara gedirəm, yoxsa belə özüm edirəm. Çünki onlardan başqa heç kimi sevmirəm. Çox gözəl. Mən əslində istəyirəm mənim spalimdə sanuz elə olsun. Amma bilmirəm ev balacadır, sən işləmirəm. İnçə böyük ev alanda orada eləyərik. Baxıram ki, hamamın qadınlara. Ay inşallah çıxsar candan otur. Amin, amin, amin. Allah hamıya nəsib eləsin. Amin, Amma amin. mən yalandan demirəmmiş ki, doğrudan da ölkənin nömrə biri sizsiniz. Çox sağ olun. O qədər layiqsən həqiqətən. İnşallah də. yolun evin təmiri qutarana qədər bunu da çatdırıb eləyəcəyik. Bu bizə. İnşallah. Hə, bazen burada ipucu verdi ki, Aysin nəsə alıb. Amma o başqa, orada hamımıza erkek. İnşallah, inşallah. Tündürdə çıxıb elan edirsən ki, Azuzan bir nömrəli şirkəti biz mənim evimi Bəli. təmir edir. Bəli. Belə də olmalı deyildi, düzdür? Sən bizdən qabaq onu deyirsən. Mənim dostlarım kimdir? Hamı geri adam olun. Ay, bu sevin. Ben ona Bu gözüm. koridordur. Və heç bir əslində şeydə fikrini falan da almamışlar. Bir Heç dəfə nə- gəldi. heç nə deyil. Kimi dizayn etdi. Dedi ki, Budur, budur, sizə ev güvənirəm, budur, arzu budur. edirsiniz. Bir dənə büdcəsində ki, bu qədər pulum var. Hə. Bunu eləyin. Bu çamaşırxanandır. Ölürüm çamaşırxana da sen. Bu çamaşırxanandır, ütü otağındır. Qardaş, sen sənətkarsın. Bu Sağ olsun sənə. bu ümumi saunuz evidir. Sonra da Girişdəki sandı. Dur, şu qarnımıza hamısını soğuşdu. Sonra Hamısını sıxışdı. Qonaq otağını göstərdim, mətbəx göstərdim, все. Hamısını göstər. Vapşe o uşaq otağını o boyda nətər böyük eləyə bildin? Hə? 9 payla kravat, 5 hamısı. Görsən, çarət nə deməkdir? Evdə Bax, şərait balaca var şeylər idi. ev. Sənin gözün qorxmuşdu. Turalın Mən dedim, zaten oranın bir otaq çıxacaq oradan. Məndən istədi o. Məndən istədi o. Dedi bir dənə studiya zal elə, bir dənə yataq otağı elə, oradan işinə çıxası deyil. Mən ilk gəldim, dedim tamam, məlumat narahat olma. Gələnə qədər də xəbəri yox idi ki, orada yol var. Bilmirdim. Özdə Tural bir sənə dedim Emiş. Dedim Tural, mən əslində istəyirəm mənim spalimdə sanuz elə olsun. Amma bilmirəm ev balacadır, sən işləmirəm. İnçə böyük ev alanda orada eləyərik. Baxıram ki, hamamın qadınlara. ay inşallah çıxsar candan otur. Amin, amin, amin. Allah hamıya nəsib eləsin. Amin, Amma amin. mən yalandan demirəmiş ki, doğrudan da ölkənin nömrə biri sizsiniz. Çox sağ olun. O qədər layiqsən həqiqətən. İnşallah də. yolun evin təmiri qutarana qədər bunu da çatdırıb eləyəcəyik. Bu bizə. İnşallah. Hə, bazen burada ipucu verdi ki, Aysin nəsə alıb. Amma o başqa, orada hamımıza erkek. İnşallah, inşallah. Tündürdə çıxıb elan edirsən ki, Azuzan bir nömrəli şirkəti biz mənim evimi Bəli. təmir edir. Belə də olmalı deyildi, düzdür? Sən bizdən qabaq onu deyirsən. Mənim dostlarım kimdir? Hamı geri adam olun. Ay, bu sevin. Gəldim Babəkin yanına. Bugün klip çəkilişimiz var. Klipimizi Baxsi Baba çəkəcək. Mahnımız Kazımcana aiddir. Saçım, makyajım, obrazlarım, Babək.
İnşallah ki yaxşı olacaq. Effektsiz çəkirəm makyajımı. Gözəlliyə baxın. Bu arada mənim kipriklərimdə laminasiya var. O bilirsiniz də çox qatınaq olur və onu bütün kiprik yapışdırmaq biraz çətin olur. Ümumiyyətlə mənim üçün ölkədə 4-5 dənə işini sevdiyim vizajist var. Onlardan biri də Babəkdir. Babəkdir, Nərmindir, Elnurdur. Bu üçünün işinə aşiqəm və vizaja gedirəmsə ancaq onlara gedirəm, yoxsa belə özüm edirəm. Çünki onlardan başqa heç kimi sevmirəm.